Salam, hər vaxtınız xeyir olsun qızlar. Hardan sizi salamlayıram? Kuxnadan. Çünki bizim yerimiz kuxnadır. Kuxnadan başqa yerimiz yoxdur. Ancaq gözümüzü ancaq otaqdan çıxan kimi kuxnaya keçirik. Neyinirsiniz, necəsiz? Qızlar, dünən nə dedim mən sizə? Pəncərəni siləcəm, yağış yağacaq. Yağdı mı? Əlbəttə ki, yağdı. Elə şey olar ki, yağış yağmasın. Yağdı da, özdəki şırxaşır. Nəyi var yağdı ya? Deyirəm də, xanımlar nə vaxt ki pəncərəni silirlər, ya həmin günü yağış yağır, ya da ki səhərsi günü yağış yağır. Əməli başda kirləndi də yenə. Kirləndi. Eybi yox, heç nə olmaz. Əsas da ki sildik. Dünənlər inansız saat 7-in yarısında bu qazanın üstündə o qədər əlləşmişəm. Yəni ki, dibi tutmuşdu, qalmışdı da. Dedim, bunu sürtməliyəm mən. Daha nələrdə vurmadım mən bunun içərisində. İndi də su tökdüm. Bu da onun içərisində biraz bundan tökmüşəm ki, qalsın, yumuşalsın. İndi yenə bir dənə sürtüm, görüm təmizləyəcək. Birazdan da ki gedəcəm. Bir yerdə gedərik iclasa. İndi telefonu da qoyum Zaretka yıxsın. Görüm, əgər tez çıxsam, ya da ki gedəndə Özbək mallarına girərik mağazasına. Belə çəkərəm sizə, göstərərəm hardadır. Ondan sonra oradan gedərəm şeyə, 3-ün yarısında çıxaram, 3-də iclas var. Oradan sonra gedərəm məktəbə, məktəbdən sonra çıxanda gedərəm, qalxaram Amala, Amalda orada şeyə baxaram, o altlıq üçün gedərəm, baxaram, görüm varsa götürərəm. Əgər qalıbsa da ondan, qalıbsa götürərəm su çəkəndən. Belə, gəlim də bunu sürtək. Pəncərəni də açdım, görüm yavaş-yavaş kuxna soyuyur. Gəlim də bunu sürtək, sonra başqa şey eləyərik də. Kızlar, tavanın içərisində beləncə şeylərdim, sürtdüm. Buranı fikir vermin, emaldir, emali gedib. Burada mən ancaq soyutma yumurta bişirirəm, başqa heç nə eləmirəm. Bəziləri biraz qaldı, o da ki yavaş-yavaş eləyərəm. İclası biraz qabağa çəkiblər, ona görə tez hazırlaşım, gedə bir yerdə, telefonda zaryadkasını yoxsa. İstərdim ilk öncə gedim Özbək mallarına baxım, amma saatı dəyişdilər. Əvvəl saat 3 dedilər. Mən də düşündüm ki, saat 3-ün yarısında gedərəm Özbək mallarına. Oradan gedərəm iclasa. Vaxtı dəyişdilər, saatı 2 elədilər. Ona görə çatdırmayacağım. Elə birbaşa gedirəm məktəbə. İndi görüm saat neçədə çağırdarlar. Əgər çıxsam, tez çıxsam. Ya Özbək mallarına gedərəm, ya da ki o birisi mağazinə gedərəm. Təngə nəfəs oldum. Görək 11-ci sinifdir də, görək nə danışacaqlar, nə deyəcəklər. Nə etmək lazımdır, uşaqların paltarları necə olacaq. Sonra o məzun lentləri nə rəng olacaq. Amma əslində bordovo rəng istəyirlər. İndi görək, onları danışaq. Müzakirə eləyək onları. Çünki bir şey qalmayıb. Heç rəqslərə də başlamayıblar. Heç nəyə başlamayıblar. İndi inşallah rəqsləri hamısını yəqin ki imtahandan sonra, mart ayından sonra. Bir şey baxın, nə qəşəngdir.
Qızlar, gəlmişəm. Təzə gəlmişəm. Düzdür, çəkiliş heç nə eləmədim. Elə getdim, girdim Dekalivə girdim. Deməli, bir dənə belə bir qab götürdüm. Bu mənə lazım idi bu. Endirmə düşmüşdü 10 manata. Bir də o dedim, su çəkən alacağım. Qarasından götürmədim. Qarası çox tün idi. Bu rəngi götürdüm. 2 dənədir burada. İkisi bir yerdə 5 manat 50 qəpik. 2 dənədir burada. Bir belədir. Biri də bax belə bu naxışlandı. Belə naxışlandı. Bu işığı yandırma, belə bir şeydir. Hə, bu keçən dəfə mən baxanda 14 manat neçə qəpik idi. Endirmə düşüb 4 manat neçəyə. Bir dənə baxım. 9 manat 90 qəpiyə düşüb. Hə. Bax belə. Bunun rəngi xoşuma gəldi. Başqa rəngi yox idi. Tək tükləri var idi. Ancaq belə tək 2 manat 90 qəpiyə bir dənəsi var idi. O da ki bu koftanın rəngində idi. Biri belə idi. Sonra biri bir dənə bu rəngi gördüm. Bu da ki xoşuma gəldi. Valideynlərlə idim deyə çəkiliş eləmədim də. Ona görə dedim tez girdik bir yerdə. Bunu götürdüm. Çıxdıq, gəldik. Bu mənə onsuz da lazım idi. Bundan məndə bir dənə buydu. Bundakı yudum, düzü sürtdüm, amma ki yenə də süd zad qaynada bilmərəm onun içərisində. Bunun içərisində onda yumurta qaynadaram, bunda da ki süd qaynadaram. Bu mənə lazım idi. Üzə yaxşıdır, yəni pis deyil də, süd qaynatmaq üçün yaxşıdır. Qiyməti münasibdir. Ona görə götürdüm. Beləcə 15 manat olsaydı götürməyəcəkdim. Hə, qızlar, bax, əslində mən onu buna görə istəyirdim. Bunu qoyum bura. Bunu dəyişiklik üçün məndə bir dənədir də. Bir dənə açaq baxaq görə necə görsənəcək. Ölçüsü necədir? Qəşəngdir. Qəşəng deyil, qızlar. Bakın görün necə gəldi, necə zərifdir. Çox qəşəngdir. Bu da qəşəngdir. Bu da qəşəngdir. Bunları da dəqiq. Bu da qəşəngdir. Əladır. Bu lap qəşəng. Bunun rəngi, rasvetkası lap xoşuma gəldi. Yox, qızlar, qəşəng görsənir. Bu niyə belə qattalamışdılar? Bu yəqin ki yumaq olar da bunun. Heç bilmədim də. Bunun karobkasına bir dənə baxın. Görsən yumaq olur. O birisini yurdum. Bu da qəşəngdir. Yox, bu da yaxşıdır, bu da yaxşıdır. 2 dənəsi 5 manat 50 qəpik qəşəng, əladır. Bu da həmçin. Bunu açaq. Bir baxın. Bunun ağı da var idi, qızlar. Ağı da var idi. Mən bu rəngini götürdüm. Ad haramında bu heç yazılmıyor. Baroli 16 santı. Əvvəl 25 manat olub, qızlar, bunun qiyməti. 25. Kitay. Sadonsda Kitay aləmi basıb.
Qəşəngdir. Buna görə nədir bu? Bu da 25 manat olub. Mən başım çıxmadı. Bu ikili 25 az. Bəlkə bu koddur. Buna görə yumaq olar, olmaz. Kimdə bundan varsa, kim bunu alsa, görənsən yumaq olur bunu. Qızlar, sizə bir məsləhət görmək istəyərdim ki, qızlar, baxın, nəsə almaq istəyəndə, evi onsuz da hər şey lazımdır. İlk öncə fokuslanın sizə evə ən vacibi nə lazımdır. Ən vaciblərini alın. Ərzaq olsun, əşya olsun, ev üçün lazım olanlar da. Ondan sonra bu lazımları alandan sonra artıq qalan şeyləri ala bilərsiniz. Elə xanımlar var ki, məsəl üçün, bu da lazımdır, bu məsəl üçün lazımdır da, düzdür, mütləqdir. Hə? Bunu alır, gedir, tamam başqa bir şey götürür. Ona görə də ki, həmişə çalışın ilk. Sizə nə lazımdır evə, onu götürün. Ondan sonra qalan şeylər. Belə. Qızlar, səhərdən düşmüşəm evin canına. Elə ki, çəkiliş eləyə bilməmişəm də, polları plisostladım, polları sildim. İndi mebellərin üstünü silirəm. Dedim, buraları yığışdırım. Bir reis mebellərin üstünü silmişəm, ikincidir. Ona görə çox üstündən getmirəm. Əvvəlcə quru ilə sildim, indi də ki, belə. Qızlar, indi gəlin pərdəni asın, tülü deyirəm ya, bunları, fonları. Belə qızlar, buranı belə elədim, nəsə yaxşı çəkmə. İndi yaxşı oldu. Bir də onu çıxardacağım, götürəcəm, biraz onu düzəldim, düz olsun. Всё. Fon necə otağı dəyişdirir. Necə oldu? Şimdi biraz bu tarafa geldi. Ev yok, hiç olmaz. Yine gelip düzeltirim. Bir dakika. Hərdən yaxşıdır. Все qızlar, qonaq otağını elədim. Polsu silinib, mebellər silinib. Lüstrdakı soram Ramazan bayramına yaxın silərəm. Təzəlicə silmişdim də. Şöba bir. Bunu burada saxlayacağım. Çünki Nəzim burada dərs oxuyur, üstünə örtür. O qalsın. Belə. Все. Qızlar, nə gəlib? Temmuz zakaz eləmişəm. Çoxdan da zakaz eləmirdim. Bir dəfə zakaz eləmişəm. İndi baxaq görək nədir. İndi Nəzim dənə. Nəzim aç da. Aç. Görək nələr zakaz eləmişəm. 2 şalvar. Bir kurtkaydı yoxsa koftaydı. Ebe. Elə. Bir də Nasıl da çok balaca gösterdir. Yok, balaca değil de axı bu. Çıxar. Aa, nə qəşəngdir. Super. Nə qəşəngdir. Belə, nə deyirlər buna? Başlık mıydı? Elə belə geymək üçün. Elə belə geymək üçün də, hə, yayda da giyinə bilərəm.
belə də geyinə bilərəm. Baxın, belə bir kurtkadır, nazik kurtkadır, amma altdan nəsə giymək lazımdır. Sonra 2 cür şalvar götürmüşəm. Bu koftanı sırf bu şalvarlarla geyməyə götürmüşəm. Hə? Hoşuma bir şey. Hə, birinin mavi idi, biri də ki belə rəngi. Sırf bunlarla dəstləşdirmək üçün. Hər ikisini bu kofta ilə, kofta mı deyim, sviter mi deyim, dəstləşdirə bilərəm. Beli çox böyük deyə. Doğrudan hə. Çox böyükdür, hə. O yığılmır beli. Ayda bu neçə razmerdir ki? Mən neçə razmer götürmüşəm ki bunun? XXL. XXL. Gəl XL götürərdim. Bunu Rezinlə şey eləmək olar. rezinlə də eləsəm çox böyük olmayacaq. Qızlarım hamısı yatıb. Mən də dedim bir dənə buraları təmizləyim. Gedim yatım, sonra iftarda da, imsakda da durum. Bu ləkəyə fikir verməyin. Bu ləkə bilsiz niyə belədir? Çünki konu bizdə buz olur, çox soyuq olur. Mən onu yandırıram. Və o artıq bax beləcə rəng alır. Все kızlar. Demiyorlar ki. Da dünənləri videoda çəkiliş eləmədim. Bugünləri daha doğrusu çəkiliş eləmədim. Koridorda biraz yox, əməli başlı şpaklovkalarını bitirdim. Все. Koridora indi inşallah bir qat şey vurdum, şpaklovka vurdum. Ondan sonra qurusun, qoy 3-4 gün gözləyim, bir həftə belənin içində gözləyim. Qurusun, yenə şey eləyəcəm. Siz deyin, şpaklovka vuracam üstünə. Bir dəfə də quruyar, ondan sonra aboy. Koridora aboy sönə geçək. Sonra çəkəcəm qonaq otağına. İndi mən belə istəyirəm də, indi mən çox şey istəyə bilərəm ki, Allah necə qismət eləsə elənin içinə. Elə istəyirəm. Koridoru eləyim, qutarım, ondan sonra keçim qonaq otağına. Düz mənə heç vaxt nəsə deyəndə heç vaxt məndə alınmır. Sonradakı uşaqların otağına. Belə. Belə qızlar, kuxnada işimi bitirdim. İstəyirəm qızlar. Qabları da yudum burada. Qabları yudum.
Hə. Bu qabda çox qəşəng qabdır. Xoşuma gəldi, bəyəndim. Bu təzə aldığım. Bundan deyirəm. Bunu artıq istifadə elədim. Qəşəngdir. Yapışdırmır, heç nə eləmir. Yaxşıdır da. Pis deyil. Mən bəyəndim. Belə qızlar, hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Dırnaqlarımı da tutmuşam. Biraz fasilə verəcəm dırnaqlarıma. Gözləyirəm özü getsin, qalxa getsin. Çünki nə deyirlər ona, şlifovka ilə dırnaq nazirləşir, incidir məni. Mənim dırnaqlarım ümumiyyətcə çox nazikdir də, çox da qırılırdı. Həddindən artıq çox nazikdir mənim dırnaqlarım. Ona görə tips eləyirdim. O da tipsi də eləyəndə çox vəbşə nazikləşir. Ona görə biraz incidirdi məni bu qıraq hissələrdən. Bax, görürsünüz, bilməm görsənir yoxsa yox. Çox elə bir ki, ətin içinə girirdi də. Baxın, izi də qalıb. Ətin izi. Bilməm görsənir yoxsa yox. İndi qoy bir bu qalxsın yuxarı, tam təmiz olsun. Biraz fasilə verim əllərimə. Sonra inşallah o son zəng üçün eləyərəm. Qəşəng. Belə qızlar, hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın. Like eləməyi unutmayın. Abunə olmağı unutmayın. Gecəniz xeyrə qalsın. Hələlik.